Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bir insana dəyər verdikdə, yəni xüsusilə aşırı dəyər verdikdə, sevgili münasibətlərində nəyə görə siz dəyər görmürsünüz, hörmətdən düşürsünüz, eyni zamanda sizi ignor edirlər. Baxın, burada problem əslində dəyər verməyin özündə deyil. Burada problem nədən yola çıxaraq dəyər verməkdədir. Məsələn, əgər siz travmalısınızsa, özgüvəniniz aşağıdırsa, öz dəyəriniz aşağıdırsa, yəni itirmə qorxusundan yola çıxaraq məcburi dəyər verirsinizsə, bu o deməkdir ki, yəni sizin həyatınız yalnız və yalnız bir insan çərçivəsində limitlənir. Yəni sizin gündəlik məşğuliyyətiniz, hədəfləriniz, qətiyyətiniz, yəni sərhədləriniz, yəni zamanınız, deyək ki, maddi imkanlarınız varsa, maddiyyatınız, emosiyalarınız varsa, emosiyalarınız hamısı qarşı tərəfindən istifadə olunur. Məsələn, sizi istədiyi zaman görüşə çağırır, halbuki zamanınız olmadığı halda, vacib işiniz olduğu halda onu təxirə salmağa məcbur olursunuz. Və yaxud da sizdən küllü miqdarda pul istəyir, halbuki sizin ehtiyacınız var, amma itirmək qorxusu var deyənə ona, necə deyirlər, o pulu verirsiniz. Və yaxud da oturur saatlarla sizə dərdini danışır. Biri var ki, dərdləşmək adətən iki tərəfli olur. Yəni, insan mübadilə edir emosiyalarını. Yəni, sizə dərdini danışır və sizə emosiyalarını yüklüyür. Başına gələn hadisələr, gördüyü haqsızlıqlar, şikayətlər. Yəni, siz onun üçün negativ emosiyaları saxlayan bir konteyner olursunuz. Və bir müddətdən sonra fərqinə varırsınız ki, artıq siz xroniki stresə düşürsünüz, tez-tez narahat olursunuz, bədəndə, necə deyirlər, deyək ki, tənəffüs sürətlənir və yaxud da qeyri-müntəzəm olur. Boğazda, sinədə, çiyinlərdə ağırlıq olur. Yəni, o adam, baxmayaraq ki, siz o adama aşiqsiniz, siz o adamı sevirsiniz, hər dəfə onu görəndə siz həyəcan siqnalı keçirirsiniz. Çünki bilmirsiniz ki, o sizinlə necə davranacaq. Siz onun əlinin altında olduğuna görə istədiyi şəkildə sizi bloka atır, istədiyi zaman, necə deyirlər, sizi blokdan çıxardır. Sizə nə gəldi, necə deyirlər, elətdirir, sizə hər şeyi diktə elətdirir, siz onun oyunlarıyla razılaşmaq məcburiyyətində qalırsınız. Yəni, zəif tərəf olursunuz. Bu zaman dəyər vermək, deyək ki, bir məcburiyyət halına gəlir. Yəni, siz narkotik maddə kimi ondan asılı vəziyyətə düşürsünüz. Və bu uzun zaman davam elədikcə, zamanla nə baş verir? Zamanla sizə, necə deyirlər, o mükafat verməyə başlayır. Yəni, bu mükafat necə bir mükafatdır? Deyək ki, artıq siz onun gözündən hörmətdən düşdüyünüzə görə belə bir tendensiya yaranır ki, o çox vaxt sizə pis davranır. Bloka atır, blokdan çıxardır, sizi qıcıqlandırır, keyfinizi pozur, yəni hörmətdən salır, dəyərdən salır. Amma ara bir, necə deyirlər, birdən-birə qayıdır sizə deyir ki, sənsiz yaşaya bilmərəm, sənsiz ölürəm, sənsiz bir günüm olmasın. O da işi düşəndə, hər hansı bir xəstəliyi, problemi, deyək ki, olanda, deyək ki, keyfi olmayanda, bir qəza olanda, təbii fəlakət olanda, yəni bir sözdən kriz anında sizə yaxşı davranır və yaxud da bəzən manipulyasiya eləmək üçün yaxşı davranır. Bunların bəzilərini qəsdən edirlər, bəziləri də şuuraltı olur, sözləri də fərqində deyil. Belə olanda artıq sizdə belə bir inanc formalaşır ki, hə, demək ki, bu dəyişir, demək ki, məni sevir, demək ki, mənə aşiqdir. Demək ki, nə deyir? Dəyişə bilər. Əgər bu qədər hərdən bir dəyişibsə, deməli, necə deyirlər, hər zaman dəyişə bilər. Bu, yəni, insanı pozitiv gözlənti içərisində saxlamaqdır. Və insan ona görə də bu mükafatı nadir halda aldığına görə geri qalan bütün negativləri sıfırlayır. Və ona elə gəlir ki, elə bir illüziya içərisində yaşayır ki, yəni bir gün, yəni sevgilisi davamlı şəkildə ona dəyər verəcək. Başa düşürsünüzmü? Yəni bu nevrotik dəyər verməkdir.
nədənsə qaçaraq dəyər verməkdir. Başa düşürsünüzmü? Bax, təsəvvür eləyin ki, siz bir taksi tutursunuz. Taksi soruşur ki, hara getmək istəyirsiniz? Deyirsiniz ki, məni buradan aparın. O deyir, bala, hara getmək istəyirsən? Yenə deyirsən, bir dənə məni buradan apar, hara olursa olsun. Elə olmur axı. Yəni, burada hədəf yoxdur, konkret olaraq. Yəni, siz özünüzü itirirsiniz. Siz o adamdan tamamilə, o adamın içərisində bütünləşib əriyirsiniz. Halbuki, amma o adam sizin üzərinizdən, sizin daxilinizdə bütünləşmir. Və bunun hansı fəsadları olur? İki rolda olursunuz. Ya xilaskar rolunda, ya təqibçi rolunda. Təqibçi rolu aşırı qısqanclıqlar, ondan sonra söyüş-söymələr, o adamın davranışlarını kontrol eləmək, paranoid necələr fikirlər görsən, kimləndir, kimlə danışır, hara gedir, nə edir, nə iş görür. Yəni, daima ondan hesabat almaq istəyirsiniz. Çünki qorxursunuz ki, itirərsiniz. Bir digəri isə, yəni, aşırı xilaskarlıq. Sən mənim canım, ciyərim, ürəyim, mən sənə bütün xalçaları ayağımın altına sərirəm. Yəni, məni söy, döy, mənə ağzına gələndir, amma məni tərk eləmə. Mən sənin üçün hər şey eləməyə hazıram. Yəni, iki, elə bir ki, aşırı uca, elə bir ki, gediş müşahidə olunur. Ya da bəzən necə deyirlər, artıq qurban roluna insan keçir ki, mən yazığam, mən başıma niyə boyunu gətirirsən, sənsiz mən yaşaya bilmərəm, yalvarmalar. Yəni, bütün bunlar insanın nədir? Şəxsi pozisiyasını zəiflədir. İnsan yavaş-yavaş şəxsiyyətini itirməyə başlayır. Şəxsiyyətini itirən insanın sərhədləri olmur və şəxsiyyətini itirən insana heç kim hörmət eləmir. Xüsusilə qadınlardan söhbət gedir. Qadınlar heç hörmət eləmir. Kişilərdə də belə olurdu, amma qadınlarda bu aşırı dərəcədədir. Amma indi gəlirik sağlam dəyər verməyə. Biri də var ki, bir insan zaten şəxsiyyət olaraq yetişib, artıq öz problemlərini özü həll eləyə bilir, özü öz ayaqları üzərində dayanır, o konkret sərhədlərini qabaqcadan qoyur ki, mənim üçün bu qəbul olunandır, mənim üçün bu qəbul olunan deyil. Bu adam üçün dəyər vermə sadəcə bir seçimdir. İstəsəm dəyər verərəm, istəsəm vermərəm. Yəni, mən zaten doluyam, zaten məndə itirmə qorxusu yoxdur. Mən, məsələn, səni sevirəm, sənə aşiq oluram, sənə ona görə dəyər verirəm ki, bu mənə xoşdur, bu mənə zövq verir və bu mənim üçün şərəfdir. Yəni, dəyər verməyi sən qorxudan, itirmək qorxusundan etmirsən. Yəni, o mövqeydən çıxış eləmirsən. Dəyər verməyi sən seçim olaraq yerinə yetirirsən. Çünki bu sənin üçün xoşdur. Məsəl üçün, kişi qadınlar deyir ki, bax, xoşdur mənə necədirlər sənin saçını oxşamaq, mənim necədirlər sultanım, mənim canım. İkisi də eyni şeyləri deyir, amma fərqli-fərqli pozisiyadan. Çünki əgər sən seçim edərək dəyər verirsənsə, o zaman qarşı tərəfin uyğun olmayan hərəkəti olanda, qarşı tərəfdən hörmətsizlik görəndə, yalan görəndə və arxandan iş çevirdiyini görəndə çox rahatlıqla o münasibəti tərk edə bilirsən. Deyirsən, bilirsən nə var? Yəni, sən filan şeyləri elədin, mənim dəyərlər sistemimə bu uyğun deyil. Bu mənim şəxsiyyətimə uyğun gəlmir. Bu mənim, necə deyirlər, şəxsi kodeksimə uyğun gəlmir. Ola bilər, sən özünə görə haqlısan. Ola bilər, sən öz düşüncələrin sənin üçün öz doğrularında. Lakin bu mənim doğrularımdan uyğun gəlmir. Yəni, bizim artıq ortaq nöqtələrimiz yoxdur. Yəni, yalan mənim üçün qəbul olunan bir şey deyil. Arxadan iş çevirmək mənim üçün qəbul olunan bir şey deyil. Yəni, insan konkret nədir? Sərhədlərini qoyur. Bu şəkildə dəyər vermək, sağlam dəyər verməkdir. Ona görə çıxıb deməyin ki, mən heç dəyər verməyəcəm. Mən əvvəldən çox dəyər verirdim, çox hörmət edirdim. Mən bundan sonra ümumiyyətlə vecimə dalmayacam, ilk yazmayacam, nə bilim, filan şey eləməyəcəm. Bunların ikisi də mənasızdır, ikisi də egoizmdir. Aşırı dəyər vermək, yəni itirmə qorxusundan qaynaqlanan bu egonun baş aşağı formasıdır. Heç dəyər verməmək də egonun düzünə formasıdır. Yəni, ikisi də egonun, necə deyirlər, şişirdilməsidir. İkisi də, necə deyirlər, qorxudan qaynaqlanır. Biri itirməmək üçün, necə deyirlər, aşırı dəyər verir. Digəri isə, necə deyirlər, özünü müdafiə eləmək üçün dəyər vermir. Yəni, ikisi də sağlam bir tutum deyildir. Ona görə seçimdən dəyər vermək lazımdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.